Messi'nin ad günü partisinə kim getmədi? Ronaldo. Bəs Ronaldo'nun ad günü partisinə kim getmədi? Messi. Əslində bu iki düşmən kimi görsənən insanlar əslində düşmən deyil, bir-birlərini ömür boyu dəstəkləyən və rəqabəti ayaqda saxlayan duopoly dediyimiz bir modeldir. Bu bizə biznesdə çox tanış bir modeldir. Məsələn, BMW, Mercedes, Nike, Adidas, McDonald's, Burger King, Mastercard və daha çox markalar. Bunların mütəmadi olaraq rəqabət içində qalması bazarı hərəkətli saxlayır. İnsanlar bir tərəfi seçirlər. Məsələn, Mercedes sürənlər daimi olaraq BMW sürənləri bəyənmirlər, BMW sürənlər daimi olaraq Mercedes sürənləri bəyənmirlər. Nəticədə kütlə öz tərəfini seçərək daimi olaraq alış-veriş edir və markaları ayaqda saxlayır. Bu kənardan bir marka müharibəsi davası kimi görsənsə də, arxada bu marka əməkdaşlığı və qol birliyi kimidir. Məsələn, 2000-ci illərdə bir kola işçisi Pepsi'ye kolanın reseptini satmağa çalışdı. Bu zaman Pepsi şirkəti birbaşa kolaya zəng edərək əməkdaşlarının belə bir şey etdiyini dedi və onun qarşısını aldı. Bunun səbəbi Pepsi'nin daha çox satması üçün kolanın mövcud olmasıdır. Bazarda rəqabət o vaxt yaranır ki, iki marka müharibəsinə üçüncünün qoşulmasıdır. O zaman əsl rəqabət olur. Bu tərz videoların daha çox gəlməsi üçün bəyənib şərh bildirməyi unutmayın. Daha çox video üçün izləmədə qalın.